Gəlin bir anlıq düşünək. Reallıq nədir? Bəlkə də həqiqi sandığınız hər şey əslində mürəkkəb bir illüziyadır. Bu sual sizə müasir, bəlkə də fantastik filmlərdən gəlmiş kimi səslənə bilər, amma əslində onun kökləri 1000 illər, hətta daha da dərinə gedib çıxır. Yəqin ki, bu sözlər çoxunuza tanışdı. Amma bu sadəcə bir filmdən gələn sitat deyil. Yox. Bu əslində bir dəvətdir. Rahat bir yalanı, yoxsa ağrılı bir həqiqəti seçmək üçün bir dəvət. Və bu seçim fəlsəfə tarixinin ən qədim hekayələrindən birinin müasir bir əks-sədasıdır. Baxın, Matrixdə gördüyümüz bu səhnə əslində köhnə bir hekayənin, qədim bir fəlsəfi məsələnin müasir texnologiya dili ilə, necə deyərlər, yenidən danışılmasıdır. Və elə bu da bizi gətirib çıxarır o əsas, o fundamental suala. Bu sual sadəcə elmi fantastika deyil. Bu, qərb fəlsəfəsinin özəyində, tam mərkəzində dayanan bir sualdır. Gəlin, cavabı tapmaq üçün birgə bir səyahətə çıxaq. Zaman maşınına əyləşib 2000 il geriyə, qədim Afinaya gedək. Hər şey məhz burada, Platonun o məşhur mağara allegoriyası ilə başlayır. Bu, sadəcə bir hekayə deyil. Bu reallıq, bizim cahilliyimiz və aydınlanmaya gedən o çətin yol haqqında çox güclü bir təmsildir. İndi gözlərinizi yumun və təsəvvür edin. Uşaqlıqdan bəri qaranlıq bir mağaradasınız. Boynunuzdan və ayaqlarınızdan elə möhkəm zəncirlənmisiniz ki, başınızı heç tərpədə bilmirsiniz. Bütün ömrünüz boyu gördüyünüz tək şey qarşınızdakı o soyuq, boş divardır. Sual budur. Belə bir vəziyyətdə sizin üçün reallıq nə olardı? Platonun təsvirinə görə bu məhbusların arxasında böyük bir alov yanır. Həmin alovla onların arasında isə bir cığır var. Bu cığırdan insanlar keçir, əllərində müxtəlif əşyalar. Amma bir problem var. Məhbuslar nə o alovu, nə də o əşyaları daşıyan insanları görə bilmir. Və işin ən vacib, ən can alıcı nöqtəsi də elə budur. Həmin o alovun işığı cığırdakı əşyaların kölgəsini birbaşa məhbusların qarşısındakı divara salır. Məhbuslarsa bütün ömürləri boyu yalnız bu kölgələri görüblər. Onlar üçün bu titrəyən qaranlıq ləkələr sadəcə təsvir deyil, yox, bu reallığın özüdür. Onların bütün dünyası, bütün həqiqətləri, bax, bu iki ölçülü formalardan ibarətdir. Gəlin indi bu simvolları açaq. Görək Platon nə demək istəyir? Mağara əslində bizim bu fiziki dünyamızdır, yəni gündəlik yaşadığımız, duyğularımızla qavradığımız reallıq. O zəncirlər isə onlar bizi çərçivədə saxlayan, sorğulamağa qoymayan adətlər, qaydalar, cəmiyyətin təzyiqidir. Bəs divardakı o kölgələr, onlar da bizə hazır şəkildə verilən fikirlər, yəni həqiqətin özü yox, sadəcə onun bir əksidir. Amma təsəvvür edin ki, məhbuslardan biri birlən azad edilir. Onu qaldırıb mağaranın çıxışına, günəş işığına doğru aparırlar. Nə baş verər? İllərlə qaranlığa öyrəşmiş gözləri üçün o işıq dözülməz dərəcədə ağrılı olar, elə deyilmi? Bax, Platon deyir ki, həqiqət də belədir. İllərlə inandığın hər şeyin bir yalan olduğunu anlamaq ağrılıdır. Buna görə də o azad edilmiş məhbus əvvəlcə o bildiyi, öyrəşdiyi, rahatlıq tapdığı kölgələr dünyasına geri dönmək istəyir. Yaxşı, bütün bunların bizim günümüzlə, texnologiya əsri ilə nə əlaqəsi var? Əlaqəsi çox birbaşa və hətta biraz da qorxuducudur. Çünki Platonun mağarası heç yerə yox olmayıb. O, sadəcə formasını dəyişib, rəqəmsallaşıb. Gəlin Matrix filmi ilə Platonun mağarasını birbaşa müqayisə edək. Baxın, necə üst-üstə düşür. Mağaradakı zəncirlənmiş məhbuslar kimdir? Matrixdə kapsulların içində yatan insanlar. Bəs divardakı o kölgələr? Bu, Matrix simulyasiyasının özüdür. O kölgələri yaradan alov, bu da insanları idarə edən süni intellekt maşınlarıdır. Və sonda mağaranın xaricindəki o əsl dünya, bu da Morpheus'un gerçəyin səhrası adlandırdığı o amansız reallıqdır. Paralellər gördüyünüz kimi heyrətamizdir. Yəni 1000 illər keçsə də, əsas fəlsəfi problem olduğu kimi qalıb. Sadəcə səhnə modernləşib. Artıq daş divarlara deyil, hər gün saatlarla əlimizdən düşməyən o parlayan ekranlara baxırıq. Amma sual dəyişməyib. Bizim o ekranlarda gördüyümüz şey nə qədər həqiqidir? Bizim müasir rəqəmsal kölgələrimiz nədir? Gəlin sayaq. Sosial media lentlərimiz, hansı ki alqoritmlər bizim nəyi görüb, nəyi görməyəcəyimizə qərar verir, insanların onlayn yaratdığı o ideal həyatlar, o perfekt personajlar, əlbəttə, saxta xəbərlər, təbliğat və getdikcə reallıqdan seçilməyən virtual reallıq. Bütün bunlar
eyni ilə Platonun mağarasındakı kölgələr kimi bizim reallıq anlayışımızı formalaşdırır. Və bu sitatda təhlükəni çox aydın şəkildə ortaya qoyur. Yəni, əgər biz vaxtımızın çoxunu virtual aləmdə keçirsək, bir müddət sonra o süni təcrübələr bizə real həyatdan daha vacib, daha cəlbedici gəlməyə başlaya bilər. Eyni ilə mağaradakı məhbusların kölgələri həqiqət sanması kimi. Yaxşı, bura qədər hər şey aydındır. Amma əsas sual budur. Niyə zəncirləri qırmaq bu qədər çətindir? Niyə biz bəzən hətta yalan olduğunu bilsək belə, o rahat illüziyada qalmağı seçirik? Platon hələ o zaman xəbərdarlıq edirdi ki, məhbuslar azadlığa qarşı çıxacaqlar. Onlar hətta özlərini xilas etməyə gələn adamı öldürməyə belə cəhd edə bilərlər. Çünki mağarada qalmağın özünə məxsus bir cazibəsi var. Bu bildiyin, öyrəşdiyin şeyin rahatlığıdır. Naməlum isə həmişə qorxuducudur. İllüziya asandır, həqiqət çox vaxt mürəkkəb və narahat edici ola bilir. Və Matrix filmindəki Cypher obrazı bu vəziyyəti o qədər mükəmməl təsvir edir ki, o ləzzətli steyki yeyərkən deyir ki, bilirəm bu real deyil, amma cahillik xoşbəxtlikdir. Cypher əslində azad edildikdən sonra yenidən mağaraya qayıtmaq istəyən məhbusdur. O, şuurlu şəkildə sərt həqiqətdən imtina edib, şirin yalana sığınır. Deməli, günün sonunda əsas seçim qırmızı və ya mavi həb arasında deyil, seçim rahat, sənin üçün xüsusi olaraq hazırlanmış bir illüziya ilə çox vaxt çətin və xoşa gəlməz olan o çılpaq həqiqət arasındadır və bu bizim hər gün, hər an verdiyimiz bir qərardır. Və beləliklə hər şey gəlib bu yekun suala dayanır. Siz öz rəqəmsal mağaranızın divarlarına nə qədər möhkəm zəncirlənmisiniz? Və bəlkə də daha vacib sual, həqiqətən oladan çıxmaq istəyirsiniz? Cavabını yalnız özünüzün verə biləcəyi bir sualdır bu.